Əziz izləyicilər, gələcəkdəki mən layihəsinin növbəti buraxılışından sizi salamlayıram. Bugünkü mövzumuz biznesin idarə edilməsi və bu haqqda bizə məlumatı mütəxəssis Tural bəy verəcəkdir. Sizi salamlayıram, xoş gördük. Xoş gördük. Zəhmət olmasa özünüz haqqında məlumat verərsiniz və bu sahəyə necə gəlmisiniz? İlk öncə salamlayıram sizi və məktəbli dostlarımızı. Mən Tural Salmanov, Azarkosmosda innovasiyalar üzrə mütəxəssis olaraq çalışıram. Eyni zamanda da sahibkar kimi fəaliyyət göstərirəm. Elə işim də Azarkosmosdakı işim də sahibkarlıqla bağlıdır. Belə ki, mən kosmik sahədə startaplar və texnoloji bizneslər qurmaq istəyən gəncləri maarifləndirmək, onların layihələrinə, onların təşəbbüslərinə dəstək olmaq kimi proqramların planlanması, icrası proseslərinə məsul şəxsəm. Eyni zamanda da şəxsi biznes olaraq müəssisələrə və bizneslərə rəqəmsal həllər təklif edən şəxsi biznesim mövcuddur. Hansı ki, elektron ticarət, veb-saytlar, mikro ERP adlanan, yəni bizneslərin vahid bir elektron mərkəz sisteminə idarə olması kimi həlləri bazarda təklif edirik. Bundan başqa mənim startap təcrübəm olub. Əsasən elektron ticarət və EdTech adlandırılan, yəni təhsil sahəsi üzrə bizneslər üzrə təcrübəm olub və hal-hazırda da süni intellekt üzrə bir startap ideyamı reallaşdırmaq üzrəyəm. Yaxın zamanda bazarda aktiv fəaliyyət göstərəcəm inşallah. Və ikinci sual səfərlərimizə bu ixtisasa necə gəldiyimlə bağlı. Əslində burada bir maraqlı bir hekayəm var. Çünki mən əslində həm də texniki tərəfdə, riyaziyyat və fizika tərəfdə məktəb vaxtı yaxşı oxumuşam və marağım olub. Eyni zamanda da kompüter mühəndisliyinə də marağım olub. Ümumiyyətlə texnologiyaya çox böyük bir marağım olub və ona görə həm valideynlərim olsun, həm tanışlar, qohumlar, ondan başqa bəzi müəllimlərim mənim birinci qrupa daha uyğun görürdü, amma mən ikinci qrupu seçdim biznesin idarə edilməsi ixtisasını. Çünki məni maraqlandıran şey hal-hazırdakı yaşadığımız kapitalizm cəmiyyətinin qayda-qanunlarını öyrənmək, bu barədə məlumat əldə eləməkdir ki, ümumi proseslər necə işləyir, bizneslər necə pul qazanır, ümumiyyətlə belə deyək, iqtisadiyyat necə dövr eləyir, pul necə dövr eləyir, sosial bərabərçilik, gəlir bərabərliyi ümumiyyətlə necə formalaşır, niyə hansı ölkədə elm, təhsil inkişaf edir, digərində nisbətən geridə qalır. Bu kimi suallara cavab tapmaq marağı, eyni zamanda da sahibkarlığa olan bir maraq mənə bir növ motivasiya verdi ki, mən bu ixtisası seçim və mən İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbinin biznesin idarə edilməsi ixtisası üzrə bakalavr dərəcəsini bitirdim. Təşəkkürlər. Bəs biznesin idarə edilməsi sizə görə nə deməkdir? Biznesin idarə edilməsi sualından əvvəl ümumiyyətlə biznes nədir sualına gəlsək, burada çoxlu beynəlxalq praktikada yanaşmalar və nəzəriyyələr mövcuddur. Demək olar ki, hər kəsin ağlında biznes nədir sualının cavabı fərqlidir. Mənim üçün biznes dayanıqlı pul qazanmaq üçün yaradılmış bir müəssisədir. Burada əsas məsələ dayanıqlı gəlir qazanmaqdır və dayanıqlı gəlir qazanmaq üçün biznes məcburdur ki, öz xitab elədiyi müştərilərin tələbatını ödəyə biləcək bir məhsul və xidmət çıxarsın bazara. Və burada da ümumilikdə biznesin idarə edilməsinə baxsa, biznes bir məhsulun və xidmətin müştəriyə, istehlakçıya çatdırılması, onun satılması, satışdan sonra o məhsulun və xidmətin istehlakı, bütün bu proseslərdə əhatə edən marketinq, HR, satış və s. kimi administrativ proseslərin səmərəliliyini və effektivliyini öyrənən elmdir. Bütün bu danışdıqlarımızı biraz sadələşdirsəm, biznesin idarə edilməsi səmərəlilik və effektivliyi öyrənən elmdir. Nədir bu səmərəlilik və effektivlik? Effektivlik deyəndə, düzdür, indi bizim məktəbli yoldaşlarımız biznesin idarə edilməsi ixtisasını seçəndə biznes strategiyası və yaxud biznesin strateji idarə olunması kimi mövzularda daha çox məlumat alacaqlar. Amma sadə dillə desək, bir biznes sahibinin həmişə fikirləşdiyi iki sual olub. Bir, mən necə eləyim ki, biznes hədəfinə çatsın? Məsələn, hədəf ola bilər biznesin böyüməsi, gəlirlərin sürətli şəkildə artması. Hədəf ola bilər yeni bir bazara giriş, yəni həmin bazardakı olan müştəriləri sürətli şəkildə cəlb eləyə bilmək. Hədəf ola bilər bazardakı rəqibləri belə deyək, üstələmək və daha rəqabətçil bir biznes olmaq. Və bu hədəflərə mən necə çatmalıyam sualının cavabı effektivlikdədir. İkinci sual isə səmərəlilikdir. Bu isə ölçür ki, mən o hədəflərə necə maksimum qənaətçi şəkildə çatım. Yəni daha az resurs sərf edərək çatım. Mən necə eləyim ki, məsələn 1000 manatlıq reklam büdcəsindən 10.000 yox 20.000
tutalım satış dövriyyəm olsun. Mən necə eləyim ki, məsələn, bu iş yükü həcmini işçilər daha səmərəli şəkildə vaxt keçirərək, daha sürətli, məsələn, avtomatlaşma, süni intellekt həllərindən istifadə edək. 5 işçi yox, 2 işçi bunu görsün. Bu kimi proseslərdə səmərəlilik və yekunlaşdırsa, biznesin idarə edilməsi biznes proseslərdə effektivliyi və səmərəliliyi öyrənən bir elmdir. Bəs bu sahədə gərəkli bilik və bacarıqlar sizcə hansılardır? Çox gözəl sualdır. Ümumilikdə ixtisaslarda belə bir ayrılma olur da, bir texniki biliklər tələb edən texniki yönümlü ixtisaslar olur, bir də humanitar yönümlü ixtisaslar olur. Biznesin idarə edilməsi ixtisası elə bir ixtisasdır ki, orada həm texniki, həm də humanitar yönümlü fənlər və elm olaraq istiqamət olar. Həm texniki biliklər lazımdır, həm humanitar yönümlü biliklər lazımdır. Ona görə bizim məktəbli dostlarımızın arasında kimlər ki, həm texniki fənlərdə maraq göstərir, həm humanitar yönündə maraq göstərir. Yəni sırf bir istiqamət üzrə özünü görmür, hər ikisində özünü uğurlu görür. Düşünürəm ki, biznesin idarə edilməsi ixtisasında da uğurlu kadr kimi yetişə bilər, formalaşa bilər. Təşəkkür. Bəs bu ixtisasın məzunları harda, nə işlə məşğul ola bilərlər, çalışa bilərlər sizcə? Çox gözəl. Bax, burada bir məqam var ki, çox adam fikirləşir ki, biznesin idarə edilməsi üzrə ixtisası bitirsəm, məzun olsam, mütləq ki, bir biznes idarə edilməliyəm, sahibkar olmalıyam və yaxud hansısa bir yaş obyekti işlətməliyəm. Amma məsələ burasındadır ki, biznesin idarə edilməsi ixtisasında oxuyan şəxslərin belə bir üstünlüyü var ki, digər ixtisaslardan. Onlar özəl sektorda, hansı ki, ikinci qrupa müraciət edən digər şəxslərə nisbətən özəl sektorda biznesin müxtəlif sahələri üzrə fənlər keçir və həmin sahələrdə fənləri keçdikcə bir növ onlarda şans yaranır ki, özlərini sınasınlar fərqli istiqamətdə. Məsələn, marketinq, maliyyə, insan resursları, sonra təchizatın idarə olunması, biznes strategiyası və s. ilə axır. Bu kimi fənləri keçdikcə artıq özünü daha uyğun bir yerdə görərək karyerasına davam eləmək imkanı yaranır. Bundan əlavə olaraq həmin insan karyerasını dəyişmək, daha başqa bir istiqamətə fokuslanmaq istəyirsə, biznesin idarə edilməsi ixtisası həmin şəxslərə bu imkanı da daha rahat şəkildə verə bilər. Çünki məsəl üçün mən maliyyə ixtisasına yiyələndim, maliyyəçi oldum, amma fikirləşəm tutalım IT sahəsində layihə meneceri olsaydım daha uğurlu olardım, daha böyük karyer perspektivi var. Mən artıq maliyyəçidən oraya keçmək istəyəndə mənim ümumiyyətlə heç bir anlayışım olmadığı üçün daha çətin olacaq. Amma biznesin idarə edilməsi ixtisasını oxuyan şəxslərdə bu tələbələrdə daha rahatdır. Çünki onlar artıq nəzəri də olsa müəyyən anlayışları görüblər və başa düşürlər ki, proseslər orada necə gedir. Və elə təsadüfi deyil ki, qrup yoldaşlarımdan götürsək, müxtəlif sənayelərdə, dövlət sektorunda, özəl sektorunda müxtəlif ixtisaslar üzrə ixtisaslaşan qrup yoldaşlarım var. Aralarında maliyyəçi də var. Hətta elə bir tanışlarım var ki, biznesin idarə edilməsini qurtarıb korporativ hüquq üzrə çalışır. Yəni biznes hüququ üzrə hüquqşünas kimi çalışır. Yəni ümumiləşdirsək, biznesin idarə edilməsi ixtisası özəl sektorun fərqli hissələrində özünü tapmağa kömək eləyir ki, sən həm sahibkar olaraq fəaliyyətə davam edə bilərsən, ya da özəl sektorun hansısa bir hissəsində ixtisaslaşa bilərsən. Təşəkkürlər. Bəs bu ixtisasın hazırki tələb durumu haqqında istərdim danışarsınız və süni intellekt faktorunu demişdiniz nitqinizin daha öncəsində. Süni intellekt gələcəkdə bu tələb durumuna nə kimi təsir göstərə bilər? Mənfi və ya müsbət? Olduqca yaxşı bir sualdır. Ümumilikdə nə qədər ki kapitalizm dövründəyik, biznesin idarə edilməsini bilməyə o qədər ehtiyac var. Çünki bu hətta müasir yanaşmalarda artıq istehsal faktorlarından biridir. Sahibkarlıq biliyi, entrepreneurial knowledge adlandırılan o sahibkarlıq biliyi və ona görə nə qədər ki kapitalizm dövründə yaşayırıq, biznesin idarə edilməsi ixtisasının fənlərini yiyələnməyə ehtiyac var. Amma biznesin idarə edilməsi ixtisası elə bir ixtisasdır ki, həkimlik kimi və yaxud digər bəzi ixtisaslarda daha konkretliyi var, belə desək ki, onların sillabusu nisbətən daha gec dəyişir. Yəni deyək ki, endokrinoloq olmaq istəyən, yəni konkret endokrinologiyanı öyrənməlidir və insan bədəni dəyişməkdə sadəcə elmi nailiyyətlər, yeni nəzəriyyələr ortaya qoyur və nisbətən ora əlavə məlumat gəlir. Amma biznesin idarə edilməsi elə bir ixtisasdır ki, yeni bazarlar yarandıqca, yeni bazar tendensiyaları yarandıqca yeni bilikləri öyrənməyə ehtiyac yaranır. Məsəl üçün, bunlardan trendlərdən biri də elə süni intellektdir ki, hal-hazırda süni intellekt agentlərinin işçiləri əvəz eləmə dönəmi, bu trend əsasən
diqqət mərkəzindədir. Və bu halda artıq bütün sahibkarlar fikirləşir ki, mən necə səmərəli prosesləri avtomatlaşdıra bilərəm. Və artıq proseslərin avtomatlaşdırılması istiqamətində bilik və bacarıqlara ehtiyac yaranır. Məsələn, bu dediyim nümunənin birisi. Digərisi ola bilər ki, süni intellektin formalaşması üçün bizim daha dəqiq strukturlu məlumat bazasına ehtiyacımız var. Bu artıq məlumatın dəqiqliyinin, vacibliyini və dəyərini artıran bir faktordur. Ondan başqa biznes analitikası ixtisası artıq formalaşır getdikcə. ITBA və ümumiyyətlə biznes analitik kimi ixtisas formalaşır. Artıq məlumatlar toplandı. Bunu süni intellektə ötürən bir insan lazımdır. Eyni zamanda da süni intellektin verdiyi qərarı analiz edib rəhbərə qərar verməyə dəstək olan bir insan da lazımdır. Analitik adam da lazımdır ki, biz bunu eləsə, bunun nəticəsi bu cür olacaq, belə eləsə bu cür olacaq. Və getdikcə artıq biznes analitikaya da tələbat artmağa da davam edir. Bəs bu ixtisasın tələbələri və məzunları özlərini sizcə necə inkişaf etdirə bilərlər? Burada fərqli yanaşmalar var. Mənim yanaşmam hal-hazırki dövrə uyğunlaşmaq üçün budur ki, 4 istiqamət üzrə özlərini yetişdirsinlər. Birinci istiqamət təbii ki, hər bir ixtisasda olduğu kimi şəxsi keyfiyyətlərdir. Sadəcə biznesin idarə edilməsi ixtisasında bu daha çox qabarır. Xüsusilə problem həll etmə, kreativ düşüncə, komanda ilə işləmə, liderlik, bu kimi peşəkar vərdişlər, şəxsi vərdişlər formalaşması üçün kitablar, TEDx videoları izləmək, eyni zamanda da daha çox mühitlə çalışmaq. Çünki biznesin idarə edilməsi ixtisasının laboratoriyası cəmiyyətdir. Yəni fizikadakı kimi və yaxud kimyadakı kimi onlar öz laboratoriyalarında çalışırlarsa, bizim elmi laboratoriyamız cəmiyyətdir. Maksimum cəmiyyətin içində öz ideyalarını test eləməli və yoxlamalıdırlar ki, o praktika öyrəndikləri, nəzəri öyrəndikləri bilikləri praktikaya daha dolğun şəkildə tətbiq eləyə bilsinlər. İkinci istiqamət təbii ki, biznesin idarə edilməsi ixtisasını bitirən insan iqtisadiyyatı, ümumi iqtisadiyyatın təməl anlayışlarını və biznesin proseslərini anlamalıdır. Bu da təbii ki, nəzəri bilikləri öyrəndikcə formalaşan bir strukturdur. Üçüncü önəmli gördüyüm məsələ bir sənayeni çox dərinliyinə qədər bilməkdir. Məsəl üçün, biz uğurlu sahibkarların, yəni dünyaca məşhur sahibkarların uğur hekayəsinə baxsaq, onların illərlə əslində həmin sənayedə müəyyən qədər təcrübəsi olduğunu görürük, əksər uğurlu sahibkarların. Yəni, sən illər üzrə bir sənayedə çalışdıqca, oradakı olan prosesdəki boşluqları və yaxud orada olan bir imkanları görmən digərlərinə nisbətən daha geniş olur. Və dördüncü, təbii ki, biz rəqəmsallaşma dövrünə gedirik, hər şey rəqəmsallaşır. Ona görə də artıq biznesdən əlavə texniki biliklərin, texniki bacarıqların da formalaşması önəmlidir. Burada mən çox vaxt özümə belə bir məqsəd qoymuşdum ki, tələbəlik dövrümdə ki, mən cihaza komanda verməyə bacarmalıyım. Yəni ümumi olaraq. Yəni bu kodinq də ola bilər, bu no-code platformalarda işləmək də ola bilər, bu acı PowerPoint-də işləmək də ola bilər. Amma günün sonunda mən robota komanda verməyi bacarmalıyım. Ümumilikdə bu 4 məncə istiqamət üzrə formalaşmaq, biznesin idarə edilməsi üzrə çox peşəkar kadrın yetişməsi üçün önəmli faktorlardır deyə düşünürəm. Bəs bu ixtisas üzrə yanlışlar və yayğın miflər haqqında danışmaq istərdim. Əslində birini bayaqları dedik, hansı ki, insanlar fikirləşir ki, biznesin idarə edilməsi ixtisasını bitirən insan ancaq biznes idarə eləməlidir. İkinci mifdə çox vaxt qarşılaşdığım bir mif, insanlar düşünür ki, biznes ancaq ticarət eləməkdən ibarətdir və bu mif əslində oradan ortaya çıxır ki, biz gündəlik həyatımızda məhsul və xidmətlərdən istifadə edərkən biz istehlakçı kimi ancaq al-ver istehlak prosesində belə deyək, işə cəlb oluruq. Yəni həmin rolumuz orada məhsulu alıb istehlak eləməkdir. Ona görə biz onun ancaq al-ver tərəfini görürük və bizə elə gəlir ki, biznes ancaq al-verdən ibarətdir. 5 manata aldım, üstünə 20 manat qoydum, 25 manata satdım. Bu mənim biznesimdir. Amma biznesin arxa tərəfi, kulisdə, o pərdə arxası tərəfdə baş verən prosesləri istehlakçılar görmür, hansı ki, bura aiddir vergi məsələləri, bura aiddir mali mühasibatlıq məsələləri, bura aiddir inzibati proseslər, bura aiddir komandanın idarə olunması, insan resursları kimi məsələlər. Ona görə biznesin idarə edilməsi əslində çox geniş bir prosesləri əhatə edən bir elmdir. Yəni, al-ver ticarət satış prosesi onun çox önəmli
puzzlelarından biridir, önəmli hissələrindən biridir. Amma bütöv bir hissəsi deyil. Yəni bu əsas miflərdən biri də budur və adətən bu mif o düşüncəyə gətirib çıxarır ki, ticarəti eləyə bilən insan, ticarəti yaxşı bacaran, ticarət sahəsində uğurlu olan insan niyə biznes öyrənsin? Bu mifin də əslində cavabı bundadır ki, ticarət eləmək əslində intuitiv bir şeydir. Bunun üçün elmə yiyələnməyə ehtiyac yoxdur. Yəni hər kəs ticarət eləməyi intuitiv şəkildə bacarır. Amma bunun daha dərindən, daha dəqiq, şuurlu şəkildə edə bilmək üçün bizim beynəlxalq praktikaya, elmə əsaslanmağımız lazımdır. Bəs bu ixtisasın ən çətin yönü sizcə nədədir? O bayaq vurğuladığım kimi həm texniki, həm humanitar sahədə fənlərin olması əsasən bizim oxuduğumuz dövrdə ən çətinlik yaradan hissə idi ki, zaten ona görə elə qrup yoldaşlarımdan götürəcək çox nadirən bizdə tələbələr var idi ki, bütün fənlərində əlaçı ola bilirdi. Çünki bəzi fənlər var, texniki yönümdədir, sən texnikidə çox yaxşısan, digər humanitar yönlü fənlərdə məsələn uzun-uzadı leksiyalar və s. mühazirələr çox da marağını çəkmir və s. İkinci bir çətinlik isə ondadır ki, ən yaxşı halda təhsil sisteminin ən yaxşı olduğunu düşünərək desək, biznesin idarə edilməsi ixtisasını oxuyan tələbə 2018-2019-cu ilin ən son versiyada belə çıxan nəşrlərdə Amerika universitetlərinin məşhur kitablarını oxuyur və oradan bir nəzəriyyələr götürməyə çalışır. Amma o mühitə atıldığı mühit isə Azərbaycandır. Və ortada beynəlxalq praktikaları nəzəriyyəyə tətbiq eləmək hissəsində başlanğıcda çox çətinliklər olur. Amma bunun həll yolu bayaq da vurğuladığımız kimi maksimum praktikaya cəhd göstərmək. Məsələn, hansısa bir biznes ideyan var, müəyyən qədər kiçik büdcə ayır və yoxla. Hansısa bir yeni bir bazarğa tələbat olacağını öyrənirsənsə, onun kiçik bir qismini öyrən və nəsə satmağa çalış. Freelance xidmət göstər və yaxud kiçik bir komanda qur. Kiçik addımlarla artıq o praktikanı yoxlamağa başlamaq məncə tələbə vaxtı çox böyük bir belə deyək, təcrübəyə səbəb olur ki, bu çətinliyin öhdəsindən gəlmək mümkün olur. Kitablar haqqında danışmışkən, sahə üzrə hansı kitablar məsləhət görə bilərsiniz? Burada biraz klassifikasiya eləsək, yəni hal-hazırki dönəmə biraz fokuslansaq ki, məktəbli dostlarımız hələ fikirləşir, biznesin idarə edilməsi mənə uyğundurmu, deyil, burada karyera başlayma və s. İlkin anlayışları öyrənmək üçün Harvard Business Review-nun 20 dəqiqəlik menecer seriyasından, hətta burada da gözümə dəydi bir neçəsi, məsələn, layihələrin idarə edilməsi, burada var maliyyə, marketinq və digər yönümlü kitablar. Bu kitablar əslində sürətli şəkildə müəyyən bilik və bacarıqları sürətli şəkildə öyrənmək və daim təkrarlamağa kömək göstərən bir kitablardır və eyni zamanda da ilkin anlayışları onlarda formalaşdırmasına kömək ola bilər. Ümumilikdə götürsək, Harvard Business Review-nu belə deyim, həyatımızın ayrılmaz hissəsinə çevrilir. Çünki onların elmi yanaşmaları, beynəlxalq praktikaya uyğun biznes кейsləri və s. kimi nəşrləri olduqca belə deyək, bizə bir təəssürat yaradır ki, burada belə bir vəziyyətdən belə bir çıxış yolda varmış, bizneslərdə belə bir yanaşmalarda və s. varmış və ona görə də artıq 2-ci, 3-cü kursdan etibarən elə Harvard Business Review-na davam etsək, biznes proseslərinin idarə olunması yönümündə kitab, eyni zamanda da əgər maliyyə sahəsində müəyyən ilkin anlayışlar, bazı anlayışları öyrənmək üçün maliyyə intellekti kitabı var Harvard Business Review-nun. Eyni zamanda da məsələn marketinq və satış hissəsində fokuslanmaq istəyirlərsə, Seth Godin'in və Philip Kotler'in məşhur kitablarını oxuya bilərlər. Düşünürəm ki, 2-ci, 3-cü kursda bu kitabları oxumaq onlara artıq müəyyən bir təəssürat formalaşdıracaq ki, onlar özlərini bu özəl sektorun hansı hissəsində belə deyim, uğurlu görürlər. Bəs film tövsiyələrindən? Film tövsiyələrində də elə kitab tövsiyələrindəki kimi, film tövsiyələrində biraz sahibkarlıq istiqamətində belə deyim, kimlərinsə marağı varsa, sahibkarların həyatı haqqında olan filmlər çox elə yerinə düşərdi. Məsəl üçün Steve Jobs'un həyatı haqqında 2 film var. The Jobs, hansı ki 2013-cü ildə çəkilib və onun ardı. Eyni zamanda Social Network filmi var, hansı ki Mark Zuckerberg'in uğur hekayəsi əsasında çəkilib. Ondan başqa The Founder
filmi var, hansı ki McDonald's-ın yaranması tarixinə dair çəkilib. Bu kimi filmlər artıq biznesin formalaşmasına, sahibkarlıq dövründə müəyyən qədər o insanların uğur hekayəsindən müəyyən qədər anlayışlar insanda formalaşdırır ki, hansı hadisədə necə hərəkət eləmək olarmış və yaxud hansı həll yolları var imiş. Eyni zamanda da xüsusi ixtisaslaşmalar olarsa, məsələn, maliyyə sahəsində iqtisadi böhranı əhatə edən Big Short filmi ola bilər və yaxud da həmin dövrü elə əhatə edən Margin Call adlı film ola bilər. Hansı ki, həmin dövrün o 2008-ci il krizisi əhatə edən iqtisadi prizmadan baxsa çox önəmli faktorları əhatə edən filmlərdir. Minnətdaram. Dəvətimizi qəbul etdiyinizə və sualları detallı şəkildə cavablandırdığınıza görə sizə təşəkkür edirəm. Əziz izləyicilər, sizə də videonu izlədiyinizə görə minnətdaram. Növbəti buraxılışlarda görüşənədək sağ olun. Sağ olun.